çəkdiyim gözümün altıdır. Tez qırışdı, dərim çox nazik idi, qurudu. Ancaq yenə də dedim, axasıda. Amma sizin üzünüzdə kosmetoloji müdaxilələr olunub da. Mən keçənləri alt üst blefoplastik eləmişəm. Bu Ancaq yenə də... Bəs başqa? Başqa, biraz üstü da. Ondan əvvəl brantek eləmişdim, bura qırışmışdı. Bəs botoksuz da var? Botoks var. Eləmişsiniz. Hətta Gec deyirəm, eləmişəm baxılmısınız, ancaq da, eləməmişəm. Elə ki, mən 50 yaşımda başladım eləməyə, mən əvvəllər eləməmişəm içinə. Düzdür, məndə elə bir çox şey yox idi, biraz göz ətrafı qırışmışdı. İndi hal-hazırda axırıncı dəfə botoksuz nə vaxt olur? Pardon, çox böyle, bir 3 ay sonra açılıb bütük. Yox, açılmır. Açılıb böyle, bütük var, düşüb. Bir damcı qırış düşən kimi bizim xanımlarımız belədir. Amma heç alnınızı tərpədə bilmirsiniz. Alnım heç tutub, ancaq bu hissəm, bu baxın, sizə bir söz deyim. Fikir verirsiniz. Böyürdən baxanda bilirəm də hiss edirəm. Yox. Qızım da belə sizdə yaşdasın kimi başladı. O deyirkən də çox şey takıntı eləmədi özü. Ancaq mən nəsə... İndi mən deyim sizə. Mənim də, heç mən bilmirəm, heç soruşmuram da sizin botoksunuzu hansı həkim eləyib. Amma mən o həkimin haqqını deyə bilmərəm. Həqiqətən də yəni 3 ay belə keçsə də üstündən mən görürəm axı mimikadan ki, siz alnınızı tərpədə bilmirsiniz. Mənim də pasientlərim olur ki, alın qaş arası qalır, göz ətrafı tez açılır. Bu botoksdan, həkimin vurma texnikasından asılı olan bir şey deyil. Bu orqanizmdən asılıdır. Nə oldu? Bəs alın tutdu, amma gözlərin ətrafı buraxdı. Yəni o bizim mən özümə belə botoks eləyəndə həmişə qaşımın arasına alnım qalır, gözümün ətrafı tez açılır. Amma bu o demək deyil ki, mənim botoksum tez açılıb. Siz bu gün heç bilmirdim ki, gəlmişsiniz, deyirsiniz konsultasiyadan. Deyə bilərəm də ki, gözünüzün ətrafını görüb mən sizə botoks alma eləmərəm. Çünki nə qaş aranız, nə alnınız açılmayıb sizin. Ona görə sizə olmaz. Yox, olmaz. Əslində başı çox açılmır o. Yox, ümumiyyətlə çox açılmasa da sizin buradakı çapığınız var. Əgər o çox açılmasa, deməli siz bunu düyünləyən xanımsınız. İndi hal-hazırda çox belə mimiskiyəm. Hər şeydən əsaslı razılaşırsınız. Mimiskisiz. Amma botoks hal-hazırda onu dondurub. Əzələləriniz donubdur. Mimika yoxdur. Eləyə bilmirsiniz siz bunu. Ona görə də əladır, superdir hər şey. Belə deməyin. Qaldı ki, gözünüzün altına alt üst blefroplastika da eləmişsiniz. Yəni bəzən belə olanda mən pasientlərimi blefroplastikaya göndərirəm. Sizə yəni artıq nə əməliyyat demirəm, nə falan demirəm. Heç nə, biyo eləyəcəm sizə. Mənim xoşladığım 250 manatlıq biyo var. O 6 aylıq qəşəng gözünüzün altını həm nəmləndirəcək, həm parıldadacaq, həm dərini yumuşaq eləyəcək, həm də qırışlarınızı açacaq.